Bu, Azərbaycanın suya tullanma idmanı üzrə yeniyetmə yığmasının baş məşqçisi Anton Melnikovun müsahibəsinin qısa xülasəsidir. Uşaqları başqa idman növlərindən zorla gətirmirlər. Yəni bu, tam şüurlu seçim olmalıdır. Baxın, bu, idmanda xarici görünüşə yox, daha çox riyazi dəqiqliyə və texnikaya güvənmək deməkdir. İkincisi, əsas fokus sırf gənclərə və tədricən ixtisaslaşmaya yönəlib. Uzun illər böyüklər yığması olmayıb deyə, komanda akrobatika və xoreografiya mütəxəssislərinin dəstəyi ilə sıfırdan gənclərlə qurulur. Artıq Maqsud və Ayla kimi beynəlxalq səviyyədə ümid verən gənc istedadlarımız yetişir. Onlar 15-16 yaşa qədər tramplin və güllə arasında fərq qoyulmadan eyni dərəcədə məşq edirlər. Sizcə də bu, universitetdə dar ixtisas seçməzdən əvvəl hər tərəfli ümumi təhsil almağa bənzəmirmi? Qısacası, Anton Melnikov Azərbaycanın suya tullanma idmanının gələcəyini texnika və səbirlə yenidən qurarkən, özü də Bakının rəngarəng həyat tərzinə əriyib qarışır.